Burada qəribə heç bir şey yoxdur. Çünki mənim çıxartdığım palet o qədər güclü pigmentlidir ki, gözüstü baza istifadə etməyə gərək yoxdur. Ona görə də, yəni yenə də deyirəm, bu bir reklam deyil. Bəlkə də bu məhsulu başqa birisi buraxsaydı, yenə də eyni sözü deyəcəydim ki, inanılmaz möhtəşəm bir pigmentləri var və keyfiyyəti var. Limitli saydadır. Bu arada videom bəyənildi, sevildi. Ona da ayrı təşəkkürümü bildirirəm. Yorumlarınızı oxuyuram. Amma həqiqətən də sırf mənim ürünüm olduğuna görə yox, aşırı çox belə deyim də, bir saniyə. Aşırı çox güclü, bunu tut gözəl belə. Çox güclü şeyi var. Bak, bazı zad yoxdur, görürsünüz burada. Baxın, güzgü kimi rəngə baxın. Sonra həm pigmentasiyası güclüdür, rəngə baxın. Həm keyfiyyəti güclüdür. Mənim favorim Imperial Demet. Öz malım olduğuna görə demirəm. Mən 5 il ömrümü vermişəm bu işə. İnanın, o qədər gözəl bir ürün buraxmışam. Burada mənim amacım gəlir güdmək deyil. Burada amacım sizlər xanımlar, professional make-up artistlərin keyfiyyətli üründən işləməkdir. Sonra bu mənim favorimdir. Xrom. Bu belə başqa rəng verir, belə başqa rəng verir. Yəni hələ mat şeylərdən danışmıram. Korичневin rənginə baxın. Öz malım olduğumdan demirəm. Yəni biləsiz ki, həqiqətən də möhtəşəm üründür. Buna görə də tələsin. Adından da bəllidir. Sizi sevirəm.